Vladimir İliç Leninin ömrünün son illərində Stalin hakimiyyətə sahib olmaq uğrunda bütün vasitələrə əl atıb. Hətta o hakimiyyətə ələ keçirmək üçün proletariatın rəhbərini bütün siyasi proseslərdən təcrid edərək həbs vəziyyətində saxlayıb. 1922-ci ilin may ayında Leninin beyninə qan sızması Kremldə gərgin vəziyyət yaradıb. Hakimiyyət uğrunda amansız mübarizə pik həddə çatıb. Leninin silahdaşları, xüsusilə Trotski həmin vaxt çox populyar olub. Fikir ayrılıqları və siyasi çəkişmələr kəskin şəkildə özünü büruzə verib. Bu məsələdə Lenin fikrini açıq bildirib. Stalinin partiyaya rəhbərlik etmə bacarığına şübhə ilə yanaşdığını ifadə edib. Qeyd edək ki, o zaman Stalin hələ yenicə partiyanın baş katibi seçilmişdi. Lenin 1922-ci ilin noyabrında siyasi büronun üzvlərinə müraciət edərək Stalini açıq şəkildə tənqid etməkdən çəkinməyib. Stalin bu tənqidlə bağlı daxilində son qərarını verib. Leninə münasibətdə sərtlik göstərməyin vaxtı çatıb. Sövdələşmələr nəticəsində 30 dekabr 1922-ci ildə partiyanın mərkəzi komitəsi şəxsən Stalinin qarşısında Lenini partiya yoldaşları ilə birbaşa əlaqə saxlama imkanından məhrum etmək və onlarla yazışmağa qadağa qoymaq, ümumilikdə proletariatın rəhbərini siyasi proseslərdən təcrid etmək məsələsini qaldırıblar. Mərkəzi komitə belə bir qərar qəbul edib ki, yalnız Stalinin müvafiq icazəsindən sonra və həkimlər buna öz razılıqlarını bildirdikləri hallarda Leninə partiyanın rəhbər instansiyaların qərarları haqqında məlumat vermək olar. Beləliklə Lenin taleyi Stalin iradəsindən asılı vəziyyətə düşüb. İnqilabın rəhbərləri isə həmin vaxt bu situasiyaya qarışmağa çox da cəhd göstərməyiblər. Mövcud vəziyyətdə o cümlədən Trotskinin də cəhdləri mənasız olub. 1922-ci il dekabrın 21-də Lenin həyat yoldaşına Trotskiyə ünvanlanmış məktub yazmağı xahiş edib. Məktubda bu sətirlər öz əksini tapıb. Mən laqeyd qalmamağı və Stalinə qarşı hücumu davam etdirməyi təklif edirəm. Lenin həmçinin məktubda Trotskidən ona telefonla cavab verməsini də xahiş edib. Çox maraqlı və qəribə bir faktdır ki, Trotski gecənin bir aləmi həmin məktubun məzmunu haqqında siyasi büronun digər bir üzvü Kamenevə məlumat verib və ondan xahiş edib ki, bu barədə Stalini məlumatlandırsın. Məktubun məzmunundan xəbərdar olan Stalin hədsiz dərəcədə qəzəblənib və deyib: bütün qadağalara baxmayaraq Trotskiyə necə məktub göndərə bilib? Daha sonra Stalin Lenin həyat yoldaşına zəng edərək onu təhqir edib və intizamsızlığa görə cəzalandırmaqla hədələyib. Krupskaya bu haqda Leninə heç nə deməyib. Dekabrın 22-dən 23-nə keçən gecə növbəti dəfə Leninin beyninə qan sızanda o Stalin tərəfindən göstərilən təzyiqdən şikayətlənərək yalvarıb ki, onu şəxsi həyatına edilən bu kobud müdaxilədən, eləcə də təhqir və nalayiq hədə-qorxudan müdafiə etsinlər. Lakin bu etirazların Kremldəki vəziyyətə heç bir təsiri olmayıb. İflic olmuş və yorğan döşəyə düşmüş Lenin Stalinin iradəsindən asılı olaraq qalmaqda davam edib. 1923-cü il dekabrın 23-də ölümünün yaxınlaşdığını hiss edən Lenin katibəyə öz şəxsi siyasi vəsiyyətin birinci hissəsini, qurultaya göndərəcəyi məktubu diktə edib. Həmin məktubda Lenin partiyanın mərkəzi komitəsinin heyətini genişləndirməyi təklifini irəli sürüb. Katibə qız həmin məktubu dərhal Stalinə təhvil verib. Məktubu oxuyan Stalin Lenini səhhəti ilə maraqlanıb. Daha sonra soyuqqanlı şəkildə katibəyə əmr edib: yandırın məktubu. Qız əmri yerinə yetirsə də, Leninin seyfində həmin məktubun 4 əlavə nüsxəsinin saxlanması faktını Stalindən gizlədib. 24 dekabrda Lenin öz məktublarını diktə etməyə davam edən vaxt Stalin həkimlərin müşavirəsini keçirib və siyasi büronun adından onları aşağıdakı qərarı qəbul etməyə məcbur edib. Lenin hər 5-10 dəqiqədən bir diktə etmə hüququna malikdir. Lakin onun diktə etdiyi qeydlər məktub xarakterinə malik olmamalıdır və o öz göndərdiklərinə cavab gözləməməlidir. Dostları və yaxın qohumları Leninə siyasi xarakterli heç bir xəbər çatdırmamalıdır. Elə həmin gün Lenin öz məktubunda aşağıdakı məzmunda qeydlərini diktə edib. Baş katib vəzifəsinə gələn Stalin öz əlində qeyri-məhdud hakimiyyət cəmləşdirib və mən onun bu hakimiyyətdən kifayət qədər ehtiyatla istifadə edəcəyinə əmin deyiləm. Bununla da Lenin həmin hüdudsuz səlahiyyətləri məhdudlaşdırmağın və Stalini öz vəzifəsindən azad etmənin zərurliyini vacib sayıb. 21 yanvar 1924-cü ildə Lenin vəfat edəndə Stalin Roma imperiyasına layiq təntənəli dəfn mərasimi hazırlamağı əmr edib. Stalinin fikrincə proletariatın rəhbərini şüşə tabuta qoymaqla Lenini xalqın sitayiş etməli olduğu Allaha çevirib. Bu isə Stalinə sərf edirdi. Leninin mavzoleydə uyması Stalinə özünü yeni canlı Allaha çevirməyə və Kremldə öz şəxsi diktaturasını qurmağa tam şərait yaradırdı.